Bir dənə bu bağ var idi. Hı -hı. 72-ci ildə səhv eləməyəmsə. Wait a minute. 1973-cü ildə səhv eləmirəmsə Bura güclü sel gəlmişdi. Burada bir dənə qoyun binası yatmışdı İlsulların. O qoyun binasını bütün sel aparmışdı. Qoyun binəsi nə deyirsiniz? Qoyun sürüsünə. Sürü də Aha. 2000 qoyun, 2500 qoyun. Aha. Elə sürülərdən geliyor. Kolxoz qoyunuydu, kolxozun dövründə. Bir 8-10 qoyun qalmışdı bir dənə keçi ilə. Qalan hamısını sel aparmışdı. Honda bir dənə bu bağ var idi bax. Bu bağlar ondan 3 il 5 il sonra peyda oldu. Daha hər yer bağdı indi. Bağında o işi var ki, bayaq elə açıq çaylaq idi bura. Sonra insanlar zəhmət nəticəsində təmizlədilər, peynlədilər, əkdilər, ağac, zad. Elə olub, elə bir ki, bax, orada fındıqlıqdır. Bunlar hamısı sonradan töküləndi də, bax, fındıqlıqdır. Qozdur, meyvə ağaclarıdır, məsələn. Əkin piçindən o qədər da şey eləmirlər, məşğul olmurlar. Sizin bağ nə vaxtdan var? Bizim bağda deyim də bu dəqiqə. Hardasa 77-dən, 78-dən, O belə. da müəllif böyükdür. Bəlkə də elə 76-dan təxminən.